baxanda, ay kişi, belə xətrinə də dəyməsin. Siz kişilər nəyə lazımsınız? Bu sözümü deyim də, bəlkə doğuşdan çıxmadım, bu sözümü deyim. Ürəyimdə qalmasın da, hamınız bir bezin qırağısınız da. Ay bacılar, ay analar, sizə qurban olum. Bax, sizə bir-iki sual verin, ma pateşka deyirin. Bax, ma deyin görüm, bax, yatan kimi bu vəhşi heyvan səsi var, bax bu. Bunu kim çıxardır? Biz arvadlar yoxsa bu kişilər? Sağ olaraq, qurban olaraq sağ olun. Çox çəkirsən deyən kişilər. Bax, bu vəhşiliyi kim eləyir? Bax, yeməyin dadına baxmamış, yeməyi duzlayıb yiyən kimdir? Biz arvadlar yoxsa bu kişilər? Ha, bizi. Deyəsən, bunlar da çox çəkir. Bax, deyin görüm, arvad baxmayanda, dırnağın vaxtında tutmayanda, dırnağı uzanır, corabı deşir, ha. O corabı belə qavağa qatır, belə vuruq parmağın arasında gizlədən kimdir? Biz arvadlar bu kişilər. Ha, ben dinlənin də, səhərdən, niyə danışmırsınız? Bu sizin qadanınızı alın. Bəsdə! Hələ çağırmı, qoy deyim də, sözümü. İçib piyanlaşan kimi arvad uşağa, Bodrumu, Antalyanı, kəməri söz verən, aylandan sonra aparıb çıxıb da mazutda çimizdirən kimdir? Bunlar da yoxsa biz. Ya dinlənin də, ürəyən ötkəm partladaqdan, mən yazıq deyiləm mi? Bax, sizin qadanınızı alın. Evdə rahat divan kresto. Gəldim, ay doktor. Evdə rahat divan kresto ola. Saatlarla talihdə unitazda oturub telefonda iqra oynayıb gazet oxuyan kimdir? Bu qadan yanıma götürdü. Köpək.